havalar isinir, hər gün eyni yeməklərdən bezmisinizsə, yenə bişirməyə nəsə axtarırsınızsa, onda yaxın əyləşin. Sizin üçün rahat hazırlanan, cibinizə qənaət edən Türk mətbəxindən zeytinyağlı qabaq yeməyi hazırlamağı öyrədəcəm. Öncə qabaqları yuyub, üzərinə çəngəllə cızıqlar atırıq. Daha sonra da arxa və ön hissəsini kəsib 4 hissəyə bölüb doğrayırıq. Yanaşı biber, pomidor və soğanları da doğrayırıq. Öncə soğanı zeytun yağı yaxud da kərə yağında qovurub, üzərinə pomidorları əlavə edirik. Daha sonra da biberini əlavə edib, ağzı qapalı şəkildə 5-10 dəqiqə bişiririk. Duz, şirin biber və zövqə görə də istiot əlavə edib təkrar qarışdırırıq. Ən son qabaqlarını da əlavə edib, təxmini yarı stəkanda qaynar su töküb, vamxodda təxmini 20-25 dəqiqə bişməyə qoyuruq. Yanına qatığı yaraşdırdığım üçün də qatıqla servis edirəm.